Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmal Ağazadənin səhhəti ilə bağlı hazırki vəziyyəti açıqlanıb. Bizim media Azərbaycan Uşaqlar Birliyindən verilən məlumata görə, hazırda Kəmal Ağazadənin Sabunçu Tibb Mərkəzində müalicəsi davam edir. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər. Səhhətində artıq müsbətə doğru irəliləyişlər müşahidə olunur. Göstərilən tibbi yardıma görə Sabunçu Tibb Mərkəzinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, yaxın zamanda Kəmalə xanım tam sağlamlığına qovuşacaq və uşaqlarımızın, eləcə də onu sevənlərin yanına dönəcək. Qeyd edək ki, bir neçə gün öncə Kəmalə Ağazadə səhhətində yaranmış narahatlıqla əlaqədar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Qızımla bir yaşayıram. Mən çöldən gətirirəm, o da ev işləri ilə məşğul olur. Qızım sağ əlimdə, o olmasa bataram. Bu sözləri əməkdar artist Gövhər Rızayeva bir gün proqramında deyib. Qarman ifaçısı övladından danışıb. O bildirib ki, qızı da müğənni olmaq istəyib, amma icazə verməyib. Allah həriyə bir talih yazıb, hamı istəyir balası xoşbəxt olsun. Övladlarım özləri seçib ailə qurub. Qızım sənətə gəlmək istədi, qoymadı. Üzlü olmalısan. İndikiləri görürsünüz, əvvəlkilər başqa idi. Amma bilmirəm nədəndir, yaxşılığa doğru getmirik. Xalqın arasındayam, hərdən avtobusa da minirəm. Adam xəcalət çəkir, bilmirəm, onlar özlərinə uzaqdan baxır ya yox. Ya da ailələrindəki onlara baxır, demir ki, niyə belə edirsən.